Azərbaycanda kirayə ilə bağlı vergi məbləğində dəyişiklik edilib. Əgər evini kiraya verənlərdən 14% vergi tutulurdusa, gələn ildən bu rəqəm 10%-ə enəcək. Bəs bu qərar kirayə mənzil bazarındakı qiymətlərə necə təsir edəcək? Ekspertlərin fikrincə bu qərar mənzil bazarında qiymət artımı ilə nəticələnə bilər. Hazırda kirayə mənzil bazarı əsasən tənzimlənməmiş şəkildə fəaliyyət göstərir. Əksər kirayə müqavilələri qeyri-rəsmi bağlanır. Gəlirlər bəyannaməyə daxil edilmir. Yeni qayda bu prosesi rəsmiləşdirsə də kirayə verənlərin xərclərini artıracaq. 2026-cı ildən fiziki şəxslər üçün mənzillərdə və fiziki şəxslərin digər idarə etdiyi daşınmaz əmlaklarda 14% enərək 10%-ə düşəcəkdir. Lakin digər qeyri-yaşayış obyektlərində isə həmin 14% qüvvədə olaraq qalacaqdır. Vətəndaşların böyük bir hissəsi öz əmlaklarını natural qaydada müqavilə bağlamadığı üçün bu zaman daha çox kirayə verənin və kirayə götürənin müxtəlif öhdəlikləri pozulur. Hər hansısa bir əmlak rəsmi qaydada kirayə verilərkən onun müqaviləsi natural qaydada bağlanmalı. Natural qaydada bağlanılan kirayə müqaviləsində tərəflərin hər birinin öhdəliyi formalaşır və gələcəkdə tərəflərdən hər hansısa bir öhdəlik pozarsa, pozduğu öhdəliklə bağlı məsuliyyət daşıyır. Digər tərəfdən yeni vergi bəzi ev sahiblərini bazardan çəkilməyə və mənzillərini boş saxlamağa vadar edə bilər. Bu isə kirayə mənzil təklifini azaldaraq qiymət artımını daha da sürətləndirəcək. Nəticədə rəsmi şəkildə kirayə müqaviləsi bağlayanlarla qeyri-rəsmi fəaliyyət göstərənlər arasında rəqabət bərabərsizliyi yaranacaq. Qiymətlərə də təsir göstərə bilər. Hansı adamlar ki, qanuni şəkildə doğrudan da öz evlərini müqavilə əsasında verirlər və əsasən o vergi də demək olar ki, evlərin qiymətinə təsir göstərir. Təbii ki, bunu 14%-a 4%-ə indirilsəydi, onda demək olardı ki, bütün mənzillərini kirayə verən insanlar öz evlərini düşünmədən hamısını müqavilə əsasında verərdilər. Yəni sadələşdirilmiş bir proqram qurulsa, mənə elə gəlir ki, heç kəs bu vergilərdən kənarda qalmayacaq. İqtisadçılar isə deyirlər ki, bu vergi ödəmə mənbəyində tutulacaq və dövlət büdcəsinə yönəldiləcək. Rəsmi izahatda bu addımın əsas məqsədi kölgə iqtisadiyyatını azaltmaq, mənzil bazarında şəffaflığı artırmaq və dövlətin vergi gəlirlərini genişləndirmək kimi göstərilir. Kirayə verilən evlərin vergi tətbiq edilməsi bir tərəfdən bu sahədə vergi uçotunun şəffaflığını və vergi intizamının həyata keçirilməsinə belə deyək, dəstək olacaqdır. Digər tərəfdən əlbəttə ki, büdcəyə əlavə vəsaitlərin daxil olmasına təsir edəcəkdir. Lakin digər tərəfdən isə bu sözsüz ki, kirayə verilən evlərin qiymətin artımına da öz təsirlərini göstərəcəkdir. Bu dəyişiklik dövlət büdcəsi üçün yeni gəlir mənbəyi yaratsa da, qərarın sosial və iqtisadi təsirləri ciddi şəkildə qiymətləndirilməlidir. Mütəxəssislər deyirlər ki, ən optimal yanaşma, mərhələli tətbiq, müəyyən gəlir həddi üçün güzəştlərin nəzərdə tutulması və vətəndaşlara vergi maarifləndirilməsinin artırılması ola bilər. Əks halda 2026-cı ildən etibarən kirayə bazarında qiymət artımı, mənzil çatışmazlığı və qeyri-rəsmi razılaşmaların çoxalması real ssenariyə çevriləcək. Gülnar Elqar qızı, Əli Abbasov, Telesəhər.